Salam, hörmətli dinləyicilər. İqtisadi həftə verilişi efirdədir. Həftənin əsas iqtisadi xəbərlərini sizə mən Orxan Məmmədov çatdıracağam. Daha sonra verilişimizi studiyamızın qonağı ilə davam edəcəyik. Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-sindən 22-sinədək keçiriləcək hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri mövzusunda həsr olunan Ümumdünya Şəhərsəlma Forumunun 13-cü sessiyası VUF 13 ilə bağlı görülən işlərlə tanış olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və VUF 13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat verdilər. Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub. İndiyədək 180 ölkədən 32.225 nəfər qeydiyyatdan keçib və bu da artıq VUF tarixində rekord göstəricidir. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidən qurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən ağıllı şəhər və ağıllı kənd konsepsiyaları, bu regionların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. Qeyd edək ki, VUF 13 həmçinin VUF tarixində ilk dəfə Liderlər Samiti segmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Slovakiya Milli Şurasının sədri Richard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulandı. Görüşdə beynəlxalq parlamentlər arası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu. İqtisadi, ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olundu. Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Meg O'Neill'i qəbul edib. Dövlət başçısı ölkəmizlə BP arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Prezident İlham Əliyev vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əhalidə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub. Ölkəmizlə BP arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan prezidenti bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğuladı və tərəfdaşlığımızın strateji xarakter daşıdığını diqqətə çatdırdı. Söhbət zamanı BP-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpa olunan enerji layihələri qeyd olundu. Şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunuldu. Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsinin təmin olunmasında rolu qeyd edildi. SOCAR BP əməkdaşlığının perspektivləri müzakirə olundu. BP şirkətinin baş icraçı direktoru Meg O'Neill, Energetika naziri Pərviz Şahbazov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə də görüşlər keçirib. Söhbət zamanı birgə layihələr və perspektivlər haqqında fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və SOCAR ilə BP Exploration Caspian Sea Limited şirkəti arasında sənədlər imzalanıb. İqtisadiyyat Nazirliyi ilə BP Exploration Limited şirkəti arasında imzalanmış yüksək məhsuldarlıqlı hesablama infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair anlaşma memorandumu rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində yeni yaradılan HPC infrastrukturunun BP şirkətinin qabaqcıl təcrübəsi əsasında gücləndirilməsini nəzərdə tutur. BP Exploration Limited şirkəti ilə SOCAR arasında imzalanmış anlaşma memorandumu isə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, innovativ həllərin tətbiqinə və Azərbaycanın qlobal enerji mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək. Azərbaycan Özbəkistanın Daşkənd şəhərində
Yeni enerji, innovasiyalar, davamlılıq, regional əməkdaşlıq mövzusunda keçirilən enerji forumunda təmsil olunub. Energetika nazirinin müavini Orxan Zeynalov dayanıqlı regional enerji sisteminin formalaşdırılması üçün səylərin birləşdirilməsi adlı plenar sessiyada çıxış edib. Plenar sessiyada vahid enerji bazarı sahəsində regional əməkdaşlıq imkanları, müasir enerji bazarının formalaşdırılması yolları, yaşıl iqtisadiyyata keçid strategiyasının həyata keçirilməsi və digər mövzular müzakirə edilib. Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə hər üç ölkənin energetika nazirlərinin müavinləri arasında görüş olub. Görüşdə layihənin icra vəziyyəti, texniki iqtisadi əsaslandırılmasının hazırlanması üzrə görülmüş işlər və gələcək istiqamətlər nəzərdən keçirilib. 2026-cı ilin yanvar-aprel aylarında neft-qaz sektoru üzrə 14 milyard 28,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu da 2025-ci ilin müvafiq dövrünə nisbətən 0,9% azdır. Qeyd edək ki, sənaye sektorunda 2026-cı ilin yanvar-aprel aylarında 21,1 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3% çox sənaye məhsulu istehsal edilib. SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyə Petrolləri şirkətinin xarici layihələr idarəsinin rəisi Çağrı Şirin və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Halil Buğra Yavuz ilə görüşüb. Görüşdə SOCAR ilə Türk Petrolləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda ötən il şirkətin Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq Asiman perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında sazişə qoşulmasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Söhbət zamanı şirkətlərin birgə iştirakı ilə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib. 14 vaqondan ibarət çəkisi 977 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib. Tranzitlə yanaşı Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton AE92 benzini və 2955 ton AE95 benzini ixrac olunub. Yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,2% çoxdur. Son bir ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,9% azalaraq 12 milyard 135 milyon manata düşüb. Qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,7% artaraq 27 milyard 740,1 milyon manata çatıb. Mayın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 87 milyard 916,2 milyon dollar təşkil edib. Bu da ötən ilin 1 mayına nisbətən 15% çoxdur. Valyuta məzənnələri. Mərkəzi Bankın məlumatına əsasən 1 dollar 1 manat 70 qəpik, 1 avro 1 manat 98 qəpik, 1 Türkiyə lirəsi 4 qəpiyə mübadilə olunur. MT bazarı. Dünya bazarlarında Azərbaycan neftinin bir bareli 113 dollar 48 sent təşkil edir. Qızılın bir unsiyası 4572 dollar 10 sentdir. Hörmətli dinləyicilər, eləcə də bizi YouTube və Facebook vasitəsilə izləyən tamaşaçılar, həftənin əsas iqtisadi xəbərlərini diqqətinizə çatdırdım. İndi isə verilişimizi studiyamızın qonağı ilə davam edirik. Studiyamızın qonağı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevdir. Zəfər müəllim, xoş gördük sizi studiyamızda. Və bugün biz həftə ərzində baş verən enerji məsələləri ilə bağlı söhbət edəcəyik sizlə. Dinləyicilərimizə, tamaşaçılarımıza artıq məlumat verdim. BP, Azərbaycan BP münasibətləri ilə bağlı xəbər bölümündə. Belə ki, cənab prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Mekolnili qəbul edib
Bununla yanaşı həm Energetika naziri, həm İqtisadiyyat naziri qəbul edibdir xanım Onilı. Ümumiyyətcə istərdim ki, Azərbaycan-BP münasibətlərinə toxunaq. Bu münasibətlər hansı mərhələdən keçib, hal-hazırda hansı mərhələdədir? Çox sağ olun suala görə. Məsələ burasındadır ki, neft-qaz sənaye tariximizdə bizim ən aparıcı, ən inanılan tərəfdaşımız BP şirkətidir. Deyim ki, sizə bu əməkdaşlığın əsası 1994-cü ildə əsrin kontraktı imzalandıqdan sonra qoyulubdur. Və 1994-cü ildən bu günə kimi BP Azərbaycanın enerji sektorunda ən aparıcı layihələrin operatoru qismində çıxış edir və əməkdaşlığımız ilk öncə Xəzərin Azərbaycan sektorunda Azərçıraq Günəşli yataqlar blokunun işlənməsindən başladı. Növbəti mərhələdə yəni birinci Azərbaycanın enerji siyasəti neft hasilatından başladı. İkinci qaz hasilatından başladı, Şahdəniz qaza kondensat yatağının işlənməsindən. Və üçüncü mərhələdə biz artıq BP ilə eyni zamanda yaşıl enerji mənbələrinin inkişafında da əməkdaşlıq edirik. Yəni Azərbaycanın neft-qaz sektorunun bütün segmentlərində biz BP ilə dərin əməkdaşlıqdayıq. Və eyni zamanda BP ilə bizim ölkədən kənarda ümumi layihələrimiz də mövcuddur və indi artıq ona nail olmuşuq. Hələ 2018-ci ildə BP və SOCAR Mərkəzi Asiyanın ən aparıcı dövlətlərindən olan Özbəkistanın neft-qaz yataqlarında birgə seismik və geoloji kəşfiyyat işlərinin aparılması ilə bağlı bir layihəyə qoşuldular. Və sonradan BP-nin enerji siyasətində çox ciddi dəyişikliklər baş verdikdən sonra BP keçmiş baş icraçı direktor Bernard Luninin rəhbərliyi ilə daha çox yaşıl enerji mənbələrinin inkişafına diqqət yönəltdilər və onlar o dövrdə özlərinin investisiya portfelində yaşıl enerji mənbələrinin inkişafına daha çox yer ayırdılar. Və bütün bunlara baxmayaraq BP Azərbaycanın həm neft, həm qaz sektorunun dəyər zəncirinin bütün həlqələrində Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə fəaliyyət göstərir. O cümlədən bayaqları qeyd etdim, Azərçıraq Günəşli yataqlar blokunun işlənməsi, ardınca Azərbaycan neft-qaz sənaye tarixində ən nəhəng layihəmiz olan Şahdəniz qaza kondensat yatağı, Cənub qaz dəhlizi, Bakı-Tiflis-Ceyhan əsas ixrac kəməri, bu sadaladığım layihələrin hamısında BP bizdən birgə əməkdaşlıq edir və sonunda BP ilə bizim Cəbrayıl rayonunda SOCAR Green ilə ortaq Şəfəq Günəş Elektrik stansiyası yaşıl enerji layihəsi. Yəni bütün sayılar və 2018-də biz artıq Azərbaycan Dövlət Neft Şirkəti SOCAR olaraq ölkə xarici fəaliyyətə daha çox yer ayırmağı düşündük. Biz ardarası Türkiyədə Petkim neft-kimya kompleksinin əldə edilməsi layihəsində iştirak elədik. Bu Türkiyə çapında, ümumiyyətlə Avropa çapında böyük bir neft-kimya kompleksidir. Ardınca illik emal gücü o dövr 11 milyon, indi artıq 13 milyon tona çatan Star neft emalı zavodunun tikintisinə nail olduq. Və ardınca Dövlət Neft Şirkəti Birləşmiş Ərəb Əmirlikliyinin 2 neft yatağında Umlulu və Sarp. Biz keçən müsahibəmizdə bu məsələyə az da olsa toxunduq. Ardınca Aralıq dənizində aparıcı neft qaz yataqlarından olan Tamar yatağında 10% payın əldə edilməsi. Bu bilirsiniz ki, İsrailin aktivində olan qaz yatağıdır. Qaz yatağı 2009-cu ildə açılıb, 2013-cü ildə
o sənaye istismarına verilib. Tamar yatağından hasil olan qaz həcmlərinin böyük bir əksəriyyəti İsrailin daxili tələbatına yönəlir. Onun təsdiq olunmuş ehtiyatları təxminən 384 milyard kubmetrdir. Və ardınca biz BP ilə Mərkəzi Asiyanın karbohidrogen yataqlarının işlənməsinin layihələrində bircə iştirak edəcəyik. Bu olduqca vacib bir layihədir. Mən indi bu layihənin nə üçün vacib olduğunu deyim. Əvvəla BP birdən-birə həm Qazaxıstanın Mangistau vilayətindəki Ustuyurt yatağının işlənməsində, orada geoloji kəşfiyyat və eyni zamanda seismik tədqiqatların aparılması ilə bağlı Kazımlay Qaz Dövlət Şirkəti ilə birgə layihəyə qoşulması, eyni zamanda Azərbaycan Dövlət Özbəkistanda Şimali Ustuyurt. Bəli, Bu adlanır Ustuyurt investisiya blokunun işlənməsində SOKAR və Özbək Nefteqazla birgə layihədə iştirak eləməsi və orada texniki operator rolunu oynamaqla 40% pay əldə etməsi təsadüfi hadisə deyil. Mən hesab edirəm ki, bunun ardınca BP, bu layihələrin ardınca BP bir təşəbbüsdə də bulundu. O, BP rəhbərliyi qeyd etdi ki, Türkmənistan və Qazaxıstanın təbii qaz ehtiyatlarının Azərbaycan üzərinə Şimal-Cənub qaz dəhlizi vasitəsilə Avropaya daşınması ilə bağlı layihənin gerçəkləşməsinə maraqlıdır. Bu artıq Transxəzər enerji dəhlizinin və yaxud Transxəzər qaz layihəsinin gerçəkləşməsi deməkdir. Bu tərəfdə Qazaxıstandır. Qazaxıstanın bilirsiniz ki, təsdiq olunmuş qaz ehtiyatları 3,9 trilyon kubmetrdir. Özbəkistanın təsdiq olunmuş qaz ehtiyatları 1,8 trilyon kubmetrdir. Əsas qaz yataqları Buxara, Xivə, Ustuyurt və Samantəpə istiqamətində yerləşir. Türkmənistanın təsdiq olunmuş qaz ehtiyatları 12 trilyon kubmetrdir. Kifayət qədər böyük rəqəmdir və BP Mərkəzi Asiya enerji bazarında və eyni zamanda oranın regional enerji təhlükəsizliyində yer almaqla gələcəkdə bu Mərkəzi Asiyanın enerji xəritəsində çox ciddi dəyişikliklərə nail olunacaq. Mən hesab edirəm ki, BP-nin həm Qazaxıstanda, həm Özbəkistanın karbohidrogen yataqlarında iştirak etməsi gələcəkdə bu istiqamətdə yeni enerji dəhlizinin formalaşmasına gətirib çıxardacaq və bölgənin enerji xəritəsində çox ciddi dəyişikliklər baş verəcəkdir. Zəfər müəllim, elə Özbəkistandan danışmışkən, bu həftə ərzində Özbəkistanda enerji forumu keçirildi və Azərbaycan da həmin forumda təmsil olundu. Energetika naziri müavini Orxan Zeynalov, eləcə də SOKAR-ın prezidenti Rövşən Nəcəf həmin forumda iştirak elədi. Elə sözü gedən saziş də, Şimali Ustuyurt sazişi ilə bağlı da saziş də həmin o forumda imzalandı. Ümumiyyətcə, Özbəkistan Enerji Forumunun istərdim ki, əhəmiyyəti barədə danışaq və ondan sonra isə Azərbaycan Özbəkistana dost ölkə olan Özbəkistana hansı töhfələrini verə bilər bu istiqamətdə? Deyim ki, Özbəkistanın bayaqlar qeyd etdim, təsdiq olunmuş qaz ehtiyatları 1,8, 1,9 trilyon kubmetrdir. Son statistik məlumata görə onların təsdiq olunmuş neft ehtiyatları təxminən 590 milyon bareldir. Bu təxminən Türkmənistanın neft ehtiyatlarına bərabərdir. Əgər Ustuyurt investisiya blokunda aparılan seismik və geoloji kəşfiyyat əməliyyatları uğurla nəticələnərsə, mən hesab edirəm ki, yaxın gələcəkdə Özbəkistanın həm neft hasilatında, həm qaz hasilatında artım baş verəcək. Son dəfə 2025-ci ildə son statistik məlumata görə Özbəkistanda qaz hasilatı 42 milyard kubmetr təşkil edib, neft hasilatı təxminən 655 min ton təşkil edib ki, bu neft və qaz hasilatı Özbəkistanın daxili tələbatına bəs etmir. Özbəkistanın hardasa təbii qaza olan daxili tələbatı 50 milyard kubmetrdən yuxarıdır. Ona görə də Özbəkistan məcbur olur ki, artıq bir neçə ildir iki istiqamətdə Rusiya Federasiyasından Qazaxıstan üzərindən Orta Asiya mərkəz magistral qaz kəməri vasitəsilə qaz ixal edir.
təxminən 7,7 milyard kubmetr Rusiyadan Gazpromun xətti ilə. Kiçik miqdarda da mövsümi xarakter 1 milyard kubmetr yaxın Türkmənistandan qaz ixal edir Fərab xətti ilə. Mən hesab edirəm ki, dövlət SOCAR və BP-nin üst yurt investisiya blokunda orada 6 yatağın işlənməsindən söhbət gedir. Bu investisiya blokunda aparılan əməliyyatlar uğurla nəticələnərsə, qarşıdakı illərdə Özbəkistan həm öz daxili tələbatını, həm də ixrac potensialını artırmış olar. Dövlət neft şirkətinin, yəni SOCAR-ın Özbəkistanın neft-qaz sektorunda təmsil olunması, qarşıdakı illərdə müəyyən perspektivlər vəd edir. Həm karbohidrogen ehtiyatlarının birgə işlənməsi, həm dərin emal sahəsində birgə fəaliyyət, həm neft və neft məhsullarının davamlı tədarükü ilə bağlı birgə layihələrin gerçəkləşməsi, eyni zamanda Özbəkistanda bu sahələr üzrə yeni neft kadrlarının hazırlanmasında müəyyən perspektivlər vəd edir. Digər bir tərəfdən Özbəkistan bilirsiniz ki, həm də yaşıl enerji potensialı çox böyükdür. SOCAR orada həm BP, həm SOCAR, həm və Özbək Nefteqaz yaşıl enerji layihələrində də birgə fəaliyyət göstərməyə şansları var. Və sözünüzə qüvvət, artıq yaşıl enerji ilə bağlı, yaşıl enerji dəhlizi üzrə əməkdaşlığın genişləndirilməsinə bağlı Qazaxıstan, Azərbaycan və Özbəkistan həmin o forumda görüş keçiribdir və həmin görüş nəticəsində belə deyək, enerji bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə, davam etdirilməsinə nail olublar. Ümumiyyətlə istəyərdim ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaşıl enerji məsələləri üzrə perspektivlər qarşıda duran və məqsədlərlə bağlı. Bayaqları mən qeyd etdim, Özbəkistanın hasilat statistikasını mən dilə gətirdim. Qazaxıstanı da qeyd edək. Qazaxıstan 2025-ci ildə təxminən 99,5 milyon ton xam neft hasil edib. 62,8 milyard kubmetr təbii qaz hasil edib. Qazaxıstanın təsdiq olunmuş neft ehtiyatları təxminən 30 milyard bareldir. Təsdiq olunmuş qaz ehtiyatları Özbəkistandan 2 dəfə çoxdur. 3,8, 3,9 trilyon kubmetrdir. Yəni biz Qazaxıstan, BP və eyni zamanda Özbəkistan, BP, Azərbaycan əməkdaşlığı imkan verir ki, Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının böyük bir hissəsi perspektivdə Azərbaycan üzərindən Avropaya çatdırılsın. Paralel olaraq hər iki dövlətin yaşıl enerji potensialı kifayət qədər güclüdür. Birinci başlayırıq Azərbaycandan. Hal-hazırda Azərbaycanda 500 megawatt gücündə yaşıl enerji gücləri fəaliyyət göstərir. 500 megawatt. Bu qarşıdakı illərdə artacaqdır. Çünki biləsi var, Neftçala, günəş elektrik stansiyalarının sənaye istismarına verilmək məsələsi var. Orada ümumi qoyuluş gücü təxminən 700 megawattdan yuxarıdır. Və təxminən 2032-ci ilə qədər Azərbaycanda 6-8 gigawatt gücündə yaşıl enerjinin istehsalı gözlənilir. Onun bir hissəsi ölkənin daxili tələbatına yönləniləcək. Bu baş verərsə biz həm karbon emissiyalarının azaldılması ilə bağlı Paris sazişində götürdüyümüz öhdəliklərə əməl edəcəyik və eyni zamanda 1 milyard kubmetr təbii qaza qənaət edəcək. Bu isə ixraca yönəldiləcəkdir. Və eyni zamanda artıq bizdə yaşıl enerji güclərinin formalaşması, bu istiqamətdə infrastrukturun formalaşması və onun Azərbaycanın vahid enerji sisteminə inteqrasiya etməsi gələcəkdə Mərkəzi Asiyanın yaşıl enerjisinin məhz bizdə yenilənmiş infrastruktur üzərindən Avropaya ixracı məsələsi gündəmə gələcəkdir. Çünki artıq indi Xəzər, Qaradəniz, Avropa yaşıl enerji dəhlizinin İtalyan şirkəti tərəfindən texniki iqtisadi əsaslandırılması həyata keçirilir. Bu mərhələ
başa çatdıqdan sonra, yəni bu layihənin texniki iqtisadi əsaslandırılması başa çatdıqdan sonra onun rentabelliyi öz müsbət həllini taparsa, növbəti mərhələdə Avropa İttifaqında tender layihələri başlayacaq. Mən düşünürəm ki, məhz Azərbaycanın iki ixrac gücü, yəni Bakı, Tiflis, Ceyhan və Cənub qaz dəhlizi, bu hər iki ixrac gücü son 30-40 ildə, bəlkə də son 40-50 ildə qlobal neft-qaz sənayesində həyata keçirilən ən nəhəng layihələrdən biridir. Digər bir tərəfdən, təsisat zəncirinin davamlılığı və eyni zamanda enerji axınının təhlükəsizliyi baxımından bu iki ixrac gücünün əhəmiyyəti çox böyükdür. Və son yaxın şərqdə baş verən hadisələr onu deməyə əsas verir ki, ümumiyyətlə dünyada ən dayanıqlı fəaliyyət göstərən ixrac güclərindən biri məhz Bakı, Tiflis, Ceyhan, ikincisi Cənub qaz dəhlizi. Çünki qlobal enerji sisteminin iki əsas sütunu var. O sütunlardan biri ixrac kəmərləridir, ikinci dəniz donanmalarıdır. Biz ixrac kəmərləri vasitəsilə dünyanın enerji təhlükəsizliyində iştirak edirik və bizim hər iki ixrac gücümüzün konfigurasiyası qərbə yönəldiyindən biz Avropanın, Aralıq dənizi regionunun enerji təhlükəsizliyinin təmin edilməsində uzun müddətli iştirak edirik. Və həm neftimiz, həm qazımız adı çəkilən bazarlarda müxtəlif deyək ki, funksiyalar yerinə yetirir. Müxtəlif rollar həyata keçirir. Təbii qazımızda, xam neftimizdə və bunun ardınca Azərbaycanın bu üstünlüyü onu deməyə əsas verir ki, biz gələcəkdə Avropanın enerji təhlükəsizliyində yaşıl enerji dəhlizini formalaşdırmaqla Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edəcəyik. Buna da ciddi əsaslar var. Çünki Avropa İttifaqı ilə bizim 2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlığa dair qarşılıqlı memorandumumuz var. O memorandumun fəlsəfəsi ondan ibarətdir ki, onlar Azərbaycan burada ilkin növbədə təbii qazdan söhbət gedir. Azərbaycan təbii qazına uzun müddətli müqavilələr əsasında alış müqavilələri imzalayırlar və eyni zamanda Avropanın maliyyə alətlərinə çıxışımızı təmin edirlər. Əvəzində biz Avropana lazımi həcmlərdə təbii qazla təmin edirik. Və təbii ki, biz paralel olaraq Avropaya yaşıl enerji tədarükünü də həyata keçirməyə hazırıq və bu istiqamətdə də çox ciddi fəaliyyət göstərilir Azərbaycanda. Zəfər müəllim, elə neft-qaz sektoru üzrə sənaye məhsulundan da söz açaq. Belə ki, yanvar-aprel aylarında 14 milyard manatdan çox sözügedən məhsul istehsal edilib. Sizin fikrinizcə bu istehsal nədən ibarətdir və daha çox istehsal etmək üçün nələr lazımdır? Məsələ burasındadır ki, biz başdakı neftdən bilirsiniz ki, İrana hərbi müdaxilədən sonra dünya bazarlarında neft və neft məhsullarının qiymətində kifayət qədər sıçrayışlar baş verdi. Buna da ciddi əsaslar var idi. Çünki dünyada qlobal neft tədarükünün təxminən 75%-dən yuxarısı dəniz nəqliyyatı vasitəsilə gerçəkləşir. Və burada da Fars körfəzi və Hörmüz boğazı dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində, o cümlədən neft tədarükündə, neft təsisatında və mayeləşmiş təbii qaz təsisatında aparıcı mövqeyə malikdir. Və Hörmüz üzərindən ticarət axınının pozulması, neft tədarükünün dayandırılması təbii ki, dünyada neft qiymətlərinə kifayət qədər artmasına səbəb oldu. Bizim əsas gəlirimiz neft satışından daxil oldu və paralel olaraq neft xam neftlə bərabər neft məhsullarının da qiymətlərində kifayət qədər sıçrayış oldu. Məsələn, dizel yanacağının 1 tonunun qiyməti 1200 dollara qalxdı. Aviakerosinin 1 tonunun qiyməti 1450 dolları keçdi. Və
həm Avropa bazarlarında, həm Asiya bazarlarında neft məhsullarının, əsasən də açıq rəngli neft məhsullarının qıtlığı müşahidə olunurdu. Və bu məsələdə biz ixrac potensialımızdan istifadə edərək həm xam neftin satışından, həm açıq rəngli neft məhsullarının ixracından çox böyük gəlirlər əldə etdik. Bu da çox normal haldır. Eyni zamanda neft kimya məhsullarının, qaz kimya məhsullarının qiymətlərində çox böyük artımlar müşahidə olunurdu. Məsələn, metanol qiymətləri təxminən $600 keçdi. Normalda $350 bu məhsulun qiyməti. Bu bilirsiniz ki, metanol təbii qaz, metan tərkibli təbii qazdan alınır. Azərbaycan Dövlət Neft Şirkətinin aktivində olan Sokar metanol zavodunun illik istehsal gücü təxminən 559 min tondur. Onun illik qaz istehlakı 450-500 milyon kubmetrdir. Sokar karbamid, bu da metan tərkibli təbii qazdan alınır, xammal resursu. Metan tərkibli təbii qazdır. Onun illik istehsal gücü 660 min tondur. İstehsal həcmlərinin 75%-dən çoxu ixraca yönəlir, 25% daxili tələbatda istifadə olunur və karbamid qiymətləri $850 qədər yüksəldi. Və bu gün də o qiymətlər hələ qüvvədədir. Çünki mövcud deyək ki, həm yaxın şərqdəki zavodlar, həm İranda, Səudiyyə Ərəbistanda, Qətərdə, Omandakı zavodlar tam gücü ilə fəaliyyət göstərə bilmirlər. Məsələn, İran bir ildə təxminən 14 milyon tondan yuxarı metanol istehsal edir. Onun 17 milyon, onun 11 milyon tonunu ixraca yönəldir. Bu gün onun ixrac imkanları yoxdur. Və yaxud dünyada ən böyük karbamid ixracatçısı Qətərin Muntazarat şirkətidir. Bu gün onun fəaliyyəti tamamilə paraliz vəziyyətdədir. Və bu vəziyyətdən istifadə edərək Sokarın ixrac yönümlü məhsullarla əldə etdiyi gəlirlər olduqca yüksəkdir. Və mən düşünürəm ki, bu ilin axırına kimi də belə davam edəcəkdir. Və nəinki davam edəcəkdir? Bu gələn ildə bu tendensiya davam edəcək. Çünki yaxın şərqdəki infrastrukturlar, neft yataqları, emal güclərinin aldıqları zədə çox qısa vaxtda onu aradan qaldırmaq mümkün olmayacaq. Yəni bu kəsir aradan qalxana qədər bu vəziyyət davam edəcək. Həm xam neftin, həm təbii qazın, həm neft məhsullarının, həm qaz kimya məhsullarının, həm neft kimya məhsullarının qiymətləri çox yüksək olacaq və bu qiymətlərdən yararlanan dövlətlərdən biri də Azərbaycan olacaq. Aha. Elə siz mənim sualımı bir qədər qabaqladınız demək olar ki, sonuncu sualımı səsləndirmək istəyərdim ki, bax bu hasilatın azalması və sizin fikrinizcə nə vaxta qədər davam edəcək və bunun Azərbaycana təsiri necə olacaq? Biz yenə başlayaq neftdən. Bizim ən yüksək neft hasilatımız 2009-2010-cu ilə təsadüf edir. Onda Azərbaycan həm Azərsurak Günəşli yataqlar bloku, həm də Azərbaycan Dövlət Neft Şirkəti, yəni Sokarın aktivində olan yataqlardan 50 milyon tondan çox neft hasil olunur. 2025-ci ilin statistik göstərisinə görə bizdə neft hasilatı 27,7 milyon ton olub. Neft ixracımız təxminən 23 milyon ton civarında olub. Kifayət qədər azalmalar baş verir. Lakin bu azalmaları, məsələn, keçən il Azərbaycanda orta sutkalıq hasilat 460 min barrel olub. Bu ildə o rəqəmi qoruyub saxlamaq mümkün oldu. Mən hesab edirəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin aktivində olan yataqlarda səmərəli fəaliyyət təmin edilməlidir və o yataqların neft vermə əmsalını artırmaq lazımdır. Və bu istiqamətdə də artıq işlər gedir. Əsasən də quru yataqlarında. Şamaxı, Qobustan, Neft-Qaz rayonunda və digər bizim Neft-Qaz rayonlarında çox ciddi işlər gedir. Mən düşünürəm ki, quru yataqlarında aparılan bu işlər müsbət sonuçla davam edərsə və eyni zamanda Qarabağ yatağının 2029-cu ildə hasilatı gözlənilir. Orada əsas operatoru BP-dir və eyni zamanda bizim Türkmenistanla keçmiş Kəpəz indiki dostluq yatağı var. O yataqda fəaliyyət bərpa olunarsa, hasilat işləri bərpa olunarsa, uzun müddət Azərbaycanda
neft hasilatında bir sabitliyə əldə etmək olar. Bu da olduqca vacibdir. Mən hesab edirəm ki, bu layihələr öz həllini taparsa, hasilat sabit qalar, müəyyən miqdarda arta da bilər. Amma qarşıdakı illərdə Abşeron yatağıdır, Ümid Babək yatağıdır, bu qazakondensat yataqlardır. Azərbaycanda qaz hasilatında artımlar baş verəcəkdir. Və təbii ki, bu satışdan olunan gəlirlər düzgün istiqamətlənərsə, Azərbaycan iqtisadiyyatı daha da şaxələndirilərsə, onda dövlətimizin də mənfəəti çox yüksək olar və sosial problemlər də olan problemlər vaxtında həllini tapmış olar. Təşəkkür edirəm. Zəfər müəllim, vaxt ayırıb gəldiyiniz üçün, minnətdaram sizə ətraflı cavablarınız üçün. Xatırladım ki, studiyamızın qonağı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev idi. Bununla da iqtisadi həftə verilişi sona çatır. Bizim YouTube və Facebookda CBC FM Azərbaycan səhifələrinə abunə olmağı unutmayın. Sağ olun.